Dəyərli izləyicilər, ETAX maarifləndirici layihəsinin bugünkü buraxılışında həmkarım Gülər Rızayeva ilə birlikdə korporativ mühitdə kibergigiyena qaydaları mövzusuna toxunacağıq. Gülər xanım, iş kompüterinin şifrəsini paylaşmaq nə üçün təhlükəlidir? Şifrənin paylaşılması hesabın təhlükəsizliyini zəiflədir. Başqa biri sizin adınızdan icazəsiz əməliyyatlar apara və məsuliyyət yarada bilər. Həmçinin kompüterin üzərində yapışdırılan kağız qeydlərdə kritik məlumatların qeyd edilməməsinə də nəzər yetirin. Bəs şübhəli e-poçt alındıqda nə edilməlidir? Heç vaxt linkə klikləmək və faylı açmaq olmaz. Belə olan hallarda IT şöbəsinə məlumat vermək və ya məktubu spam kimi işarə eləyərək silmək ən doğru addımdır. Kompüter ekranını açıq qoymaq hansı problemləri yarada bilər? Açıq ekran başqalarının gizli məlumatları görməsinə şərait yaradır. Məhz buna görə də iş masasını tərk edərkən ekranı klikləmək vacibdir. İş yerində proqram təminatını yeniləmək nə üçün vacibdir? Yeniləmələr proqramın təhlükəsizlik boşluqlarını aradan qaldırır. Kiberdələduzlar xüsusilə köhnə versiyaları hədəf alır. Yeniləmələr həm də sistemin sabitliyini və performansını yaxşılaşdırır. Şəxsi USB və ya qurğulardan istifadə təhlükəlidirmi? Bəli, şəxsi USB və digər cihazlar, viruslar və zərərli proqramlar daşıya bilər. Onları kompüterə qoşmaq sistemi riskə ata bilər. Əgər istifadə qaçılmazdırsa, qurğu antivirusla yoxlanılmalıdır.